bugün hələ də mövcud olan insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Və hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətlə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyirlər, əsər əlamət də qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində böyük dərəcədə vəziyyət sağlamlaşdırılır. Ona görə mən tam əminəm ki, mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq bundan sonra verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən və qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bugün məhkəmə qarşısında cavab verir. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib, əkin, biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər. Və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra edirlər. Onların əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq eyni zamanda o da həqiqətdir ki, bəzi hallarda bu qanunsuz əməllərin təməlində xarınlanmış, acgöz, gözü doymayan, mərkəzdə oturan məmurların göstərişləri oldu. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və bu adamlar haqqında ciddi ölçülər götürüləcək.